Qonaqlıq süfrələrinin vazgeçilməz qəlyanaltısı pirinçiki hazırlayırıq. 4 stəkan südə 4 ədəd yumurta, 1 çay qaşığı duz, 1 çay qaşığı şəkər, 4 stəkan un əlavə edib yaxşıca qarışdırırıq. Tam hazır kütlə olanda üzərinə 2 stəkan qaynar su töküb 15 dəqiqə qıraqda gözlədirəm. Bu arada içliyi hazırlayaq. İçlik üçün təxminən 6-7 ədəd soğanı soyuram, yuyub və doğrayıram. Doğrayıcıdan keçirdirəm ki, daha xırda olsun. Qaba soğanı yağa əlavə edib qovururam. Soğan qovurulancaya qədər artıq 15 dəqiqəmiz hazır olub. Həmən pirinçikin xəmir hissəsinin məhlulunu süzürəm. Süzgəcdən keçirmə səbəbim düyün qalan hissələri olmamasıdır. Daha sonra qabı dibini yağla silirəm və tamamilə isinməyini gözləyirəm. Tamamilə isindikdən sonra qıraqların spatula ilə qaldırıb və çöndərirəm. Və bizim pirinçiklərimiz hazır olur. Daha sonra qovrulmuş soğanın üzərinə əti əlavə edib, üzərinə duz, istiot əlavə edib, qarışdırıb ağzını örtürəm. Tam hazır bişəndə ətimiz üzərinə şüyü ifadə etdim. Şüyü də əlavə edib ocağın altını söndürdüm. Hazır olan içliyimizi təxminən 10 dəqiqə gözlədirəm ki, içliyimiz soysun. Sonra isə 2 çay qaşığı içlikdən pirinçikin qızarmış hissəsinə qoyuram və üst-üstə qatlayıb daha sonra rulo şəklində bükürəm. Təxminən bu reseptdən 35-40 ədəd arası pirinçik çıxır. Gördüyünüz şəkildə yalnız birinci dəfə töküb pirinçiki çevirdiyimiz hissə, yəni tam qızarmış hissəsini bükürəm ki, içərisi də qızarmış olsun. Və bu formada bükdükdən sonra pirinçikləri qızğın yağda qızardıram hər iki tərəfini. Siz istəsəniz pirinçiki qızarmadan da süfrəyə servis edə bilərsiniz. Hər iki halda dadlı olur. Bir tərəfi qızarmış pirinçikləri çevirib, digər tərəfini də tamamilə qızardıram. Artıq yağını almaq üçün kağız dəsmaldan istifadə edə bilərsiniz. Əgər bu cür video reseptlərdən xəbərdar olmaq istəyirsinizsə, videom sizə yararlı oldusa, digər sizə kimi insanların da qarşısına çıxmağını istəyirsinizsə, kanala like atıb abunə olmağı unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm. Yorumlarda fikirlərinizi bildirərək kanala dəstək ola bilərsiniz. Dadlı və ləzzətli reseptlər üçün izləmədə qalın. Yeni videolarda görüşənədək hələlik.